Verilişin baş sponsoru Hacı Ceylon Çayları. Salam, hər vaxtınız xeyirli uğurlu olsun. Əziz bizi izləyənlər, əziz bizi gözləyənlər. Xəzərin sahilindən hər birinizi salamlayırıq və Xəzər çox gözəl bir mövzuya qucaq açıb. Və bugün biz Xəzərin sahilində çox dəyərli bir insan ruhuna qonağıq və bugün Xəzərin sahilində bir ruh titriyir. Elə bir ruh ki, onun ruhu bugün də çox gözəl və çox müqəddəs bir missiyaların nəsnəsidir. Kitab zamanın şahididir. Kitab xalqın, millətin yaddaşıdır. Kitab ruhumuzdur. Kitab bizim bütün mənalarda mənəvi zənginliyimizi yaşadandır. Kitab danışır. Kitab bəzən susur. Kitab öyrədir. Kitab xəzinədir. Və bütün bunların hər birini çox yaxşı anlayan, çox yaxşı dərk edən və öz həyat missiyası kimi özünə müqəddəs missiya bilən bir alim ruhuna yığıldıq biz bugün. Və elə bir alim ki, ömrünü, fəaliyyətini, bütün mənada yazılarını, bütün mənada əsərlərini və yaratdığını bugün bizə dəyərli xəzinə kimi miras qoyub. Kərim Həsənov filologiya elmləri doktoru, professor idi. Kərim Həsənov Azərbaycan Bakı Dövlət Universitetində, indi belə adlanır, universitetində kitabxanaçılıqda, nəşriyyatda müstəsna xidməti olan ilk novator alimlərdəndir. Və Kərim Həsənov çox yaxşı anlayırdı ki, tələbə üçün kitab nə deməkdir, tələbə üçün öz ana dilində kitab oxumaq nə deməkdir. Kərim Həsənov çox yaxşı anlayırdı ki, bir millətin yaddaşını, bir millətin bütün mənalarda mənəvi dəyərlərini yalnız onun öz dilində ona çatdıra bilərdi. Və bunun üçün Kərim Həsənov böyük bir missiya həyata keçirdi, kitabxana yaratdı, nəşriyyatlar yaratdı və bütün bunların fonunda bugün Bakı Dövlət Universitetində çox sayılı kitablar fondu var və bu bizim milli xəzinəmizdir. Bugün biz bu dəyərli alimin ruhuna qonağıq və bugün biz çox böyük ehtiramla bu dəyərli alimi xatırlayırıq və onu anırıq. Bizim isə Xəzərin sahilində çox dəyərli işıqlar, aydınlar əyləşiblər. Zahid müəllim Məmmədov, İqtisad elmləri doktoru, professor və Zahid müəllim Məmmədovun bütün mənalarda hər zaman müraciət etdiyi bütün mövzularda bir tək mövzu olur. O mövzu kitabdır. Kitaba müraciət etmək, kitabdan yararlanmaq, kitabdan öyrənmək və xalqı, gələcəyi hər zaman məhz bu nəsnə üzərində gələcəyə doğru aparmaq. Digər bir qonağımız isə Samir müəllim. Samir müəllim hüquqşünasdır və Samir müəllim Kərim Həsənov yadigarıdır. Samir müəllim Kərim Həsənovun ruhunu dodağının titrəyişində, gözünün ahəngində, parıltısında bizə kövrək hissləri ilə xatırladır. Və Kərim Həsənovun ruhunu bugün yaşadan onun yadigarıdır. Hər ikiniz xoş gəlmişsiniz. Təşəkkür edirəm. Və hər ikinizi Xəzərin sahilində bu gözəl ahəngdə görmək çox xoşdur. Qarşılıqlı minnətdarıq. Belə bir mövzunu, belə bir mövzuda ictimaiyyətə belə verilişin hazırlanmasına görə sizə təşəkkür edirik. Kərim Həsənov çox böyük Azərbaycan milli tədris vəsaitlərinin inkişafında, Azərbaycan elmi inkişafında, Azərbaycan elmi tədqiqatlarının yayğınlaşmasına böyük müstəsna xidməti olan bir şəxsdir. Və onun yadigarı, çox dəyərli dostumuz Samir müəllim, onunla bağlı hal-hazırda böyük bir işlərimiz gedir, çalışmalarımız gedir. Onun yubileyinə hazırlıq işlərimiz gedir. Kərim müəllim Naxçıvanda olduğu müddətdə o başa düşürdü ki, milli dildə dərsliklər, kitablar olmadan milli düşüncəni formalaşdırma mümkün deyil. O sonra yəqin hörmətli Samir müəllim danışacaq. O Bakıya gəldiyi müddətdə Bakıda yenə də o
məsələlərlə rastlaşır, baxır ki, ana dilində kitabların məhdudiyyəti vardır. Həmişə qarşıya bir məqsəd qoyur ki, Azərbaycan insanı öz milli dilində oxumalıdır. Milli dildə kitabların yayınlaşması milli universitetlərin də inkişafına dəstək olmaq deməkdir. Bununla yanaşı ilk dəfə Azərbaycanda universitetdə elmi statuslu milli kitabxananın açılmasına nail olur. Ondan sonra o başa düşür ki, mən indi o geniş danışacağım. Yəni o qədər onun xidmətləri var. Ümumiyyətlə onun bütün fəaliyyəti missiya, müəyyən qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi ilə bağlı olmuşdur. Həmişə o Azərbaycan dilinin inkişafı üçün, Azərbaycan insanının, Azərbaycan tələbələrinin dərsliklərin təmin olunması üçün çalışmışdır və əlbəttə onun inkişafında müstəsna xidməti olan hörmətli akademik Mir Cəlal Paşayevin xidməti çox yüksək olmuşdur. Onun tələbəsi olmuşdur və onunla çox yaxın dostluq münasibətləri olmuşdur. Hörmətli Samir müəllim davam edəcək və biz o ətrafda da fikir mübadilə sürəcəyik. Məhz bu məqamda Samir bəy, Azərbaycan reallığında, dünya reallığı götürək, heç Azərbaycan reallığı deyil də, məhz bu məqamda, cəmiyyətin bu anında, bu zamanda, insanların kitablardan uzaq düşdüyü bir vaxtda bu mövzu çox aktual mövzudur Samir bəy. Onun ruhu, onun xidmətləri bugün Azərbaycan üçün müstəsna xəzinədir. Çünki biz bu qədər kitab özümüzü bilirik, bu qədər. Bütün hər bir şeyimizi bir elektronik vasitə kimi qəbul edirik. Amma bir nöqtədə, bir düymədən asılı olacağımız bir durumdayıq. Silinsə yoxdur. Amma kitabın olması, kitabın xəzinə kimi qorunması və onun nəsildən nəslə ötürülməsi və bu missiyanı dərk edib novator olaraq ondan başlanılması əsl müəllim ideologiyasıdır. Məsələni qaldırdınız. O kitabda yazılıb, bu ömrün zirvə çağı, onun haqqında xatirə olan kitab yazılıb. Burada Kərim müəllim elmi kitabxananı quranda baxır ki, mən Sovet dönəmdə əgər kimsə xatırlayırsa, götürülən kitabları çox adam qaytarmırdı. Sanki o götürülən, çünki o xəzinəni, onun sayı çox az olurdu. İndi çox adam bəzən anlamır. Bir kitab, bir kitabxanada var idisə, başqa kitabxanalarda olmazdı. Kərim müəllim gələndə işə baxır ki, o kitabların çox böyük hissəsi götürülüb, amma qaytarılmayıb. Bir-bir axtarır, tapır, o kitabların yerini doldurulması üçün çalışır. Və o statusu qaldırmaq üçün, elmi kitabxana statusunu, elmi təhqiqatların inkişafına dəstək. Bu ən vacib. Sovet dönəmində elmi kitabxana statusu alan ikinci universitet olmayıb. Bu statusu alınması üçün, elmi təhqiqatların dəstəklənməsi üçün elmi nəşrlərin, elmi jurnalların, dissertasiyaların o gücləndirilməsi üçün çox böyük əmək sərf edib. Və özəlliklə 1975-ci ildə Kərim müəllimi o vaxt Təhsil Nazirliyi tədris vəsaitləri üzrə universitetlərdə tədris vəsaitlərinin təminatı ilə bağlı komissiyanın sədri təyin edilir. Kərim müəllim universitetlərə aparılan o sıralarda yazır ki, aparılan o təhlillər nəticəsində məlum oldu ki, ixtisaslar var, Azərbaycan dilində tələbələr var, amma o ixtisasların öyrənilməsi üçün tədris vəsaitləri, dərsliklər, dərs vəsaitləri, metodik göstərişlər, proqramlar yoxdur. Hamısı rus dilində. Onu o qədər sarsıdır və qarşısına məqsəd qoyur ki, mütləq Azərbaycanda universitetlərin özünün nəşriyyatı olmalıdır. İndi hörmətli Samir müəllim davam edər. Samir bəy, onun bax bu gözəl kitabı araşdırıb oxuyanda orada bir fikir var idi. Söylənilir ki, insanın obyektiv və subyektiv tərəfləri var. Subyektiv tərəf onun öz maraqlarıdır. Yəni biz öz maraqlarımızda, öz istəklərimizdə hər zaman subyektiv ola bilirik. Çünki biz ona çatırıq, çatmırıq, alınır, alınmır, bu bizə məxsus bir məqamdır. Və obyektiv səbəb isə cəmiyyətin ona verdiyi qiymətdir. Bu artıq onun obyektiv qiymətidir. Və siz onu təbii ki,
qiymətləndirəndə, biz bu mövzudan danışanda ilk olaraq onun obyektiv tərəfini söylədiniz. İnsan kimi formalaşmaq. Bilirsiniz, həyatda uğur qazanmaq üçün onun peşəsindən öncə onun bir şəxsiyyət olması vacibdir. Əgər bir insan şəxsiyyət olmağı bacarırsa, bir insan müəllim olmağı və missioner, lider olmağı bacarırsa, digər nəsilləri öz arxasınca gətirəcək. Və o sizin üçün bir ağsaqqal idi, sizin üçün dayaq idi, sizin üçün mayak idi. Bax, sizin hissləriniz bizim üçün daha önəmlidir. Kərim müəllim, Həyəcanınızı anlayırıq, Samir Kərim bəy. müəllim tək bizim ağsaqqalımız yox, o böyük bir yəni cəmiyyətdə nüfuz tutmaqla yanaşı, yəni böyük bir elin, obanın ağsaqqalı olub. El-obadan da başqa o fərq qoymayıb, kim hardandır, nədir. Ona müraciət olunan hər bir tələbiyə, hər bir insana böyük atalıq qayğısı ilə yanaşıb. İstəyib ki, yəni bacardığı qədər, əli çatdığı qədər hamıya köməklik eləməyə çalışıb və eləyib də. Yəni bunun biz bariz nümunələrini sonralar müəyyən şəxslərlə görüşəndə yəni şahid olmuşuq ki, Kərim müəllim tanımadığı, yəni adi bir tələb olub, problem olub, qabağına düşüb gedib onları həll eləyib. Yəni mən bunu öz nəslimizin ağsaqqalı yox, bütün yəni cəmiyyət üçün bu bir önəmli insan olub. O Sami müəllim mənə danışanda belə danışıb müzakirə edirik. Kərim müəllim özünə qarşı çox tələbkar olub. Aşırı dərəcədə. Amma qarşı tərəfə o belə deyir, özünə qarşı prokuror olub. Qarşı tərəfin vəkilliyini edib. O qədər insanı, bəli. Tələbkar insan, maksimalist insan və onun hansı missiya üçün gəldiyini çox yaxşı anlayan insan birinci növbədə özündən çox şey tələb edir. Daha sonra qarşı tərəfdən bizə işarə edirlər ki, reklamların zamanıdır. Samir bəyin həyəcanlı biz gözəl pürrəngi Hacı Seylon çayları ilə bilirsiniz niyə? Samir müəllim xatırlayır. Samir müəllim danışır ki, bəli. Samir müəllim danışır ki, o son gənc idi də, 60 yaşında rəhmətə gedib, çox gözəl inkişaf dönəmində. Samir müəllim danışır ki, o həmişə gəlirdi Samir müəllimin evinə, anası onun bacısı olub. O gözəl söhbətlər, bilirsiniz, insanların, Samir bəy, siz çox xoşbəxt insansınız. Nə mənada? Əlbəttə, hər kəsin öz doğması, yaxını, sevdikləri olur. Hər birimizin əzizlərimiz bizim üçün çox dəyərlidir. Amma sənin əzizin bir eldəndirsə və o eldən olan bir insanın sən xidmətini, bugün ruhunu çox böyük ehtiramla ana bilirsənsə, bu Allahın bizə verdiyi bir nemətdir, sizə verdiyi bir nemətdir. Qısa bir aramız var. Qısa aradan sonra biz bərabərik yenidən. Əziz tamaşaçılarımız, Kərim Həsənov imzası bugün bizim sizə bölüşəcəyimiz ən gözəl mövzulardan biridir. Çünki Kərim Həsənov Azərbaycan kitabxanaçılıq elmində, Azərbaycan dövründə, Azərbaycanın tələbələrinin yetişdirilməsi dövründə ilk dəfə olaraq nəşriyyatın yaradılmasına, kitabxanaların yaradılmasında müstəsna xidməti olan bir alimimizdir. Filologiya elmləri doktoru, professordur və biz bugün onun ruhunu anırıq. Qısa aradan sonra buradayıq. Verilişin baş sponsoru Hacı Seylon çayları. Reklamlarımız bitdi. Əziz tamaşaçılarımız, Xəzərin sahilindən sizi salamlayırıq. Hər birinizin, hər vaxtınız xeyirli, uğurlu olsun. Həyat gözəldir. Həyat musiqisi ilə, həyat ahəngi ilə, həyat təbiəti ilə, həyat Xəzər kimi gözəl bir qucağı ilə, həyat günəşi ilə, buludu ilə, hər hali ilə gözəldir. Və həyat həm də yadigarların ruhu ilə gözəldir. Həyat həm də mirası ilə gözəldir və dəyərli xəzinəsi ilə gözəldir. Belə bir ahəngdə sizinləyik və Hacı Seylon çaylarının baş sponsorluğu ilə sizinlə bərabərik və ümid edirəm ki, hər birimizin ağız dadımız gözəl olduğu kimi ruhumuz da bugün qidalanır, gözəldir. Çünki biz elə bir alimin xatirəsinə qonağıq ki, o öz ömrünü, gününü məhz Azərbaycan elm xəzinəsinə töhfə verməklə keçirdi. Və o çox enişlərdən, yoxuşlardan keçdi.
o bir şeylər yaratdı, o bugün bizə miras qoydu. Söhbət Kərim Həsənovdan gedir. Filologiya elmləri doktoru, professor Kərim Həsənov Bakı Dövlət Universitetində kitabxanaçılığın yaradılmasında, nəşriyyatın yaradılmasında müstəsna xidməti olan insandır. Əzlərimiz belə insanları unutmayaq, belə insanları tanıyaq, belə insanları yaşadaq. Çünki kitab, elm, söz bizim sərvətimizdir və biz keçmişdən gələcəyə çox sağlam bir körpü üzərində addımlamalıyıq. Və bunu bizə yaşadan miraslar var, dəyərli miraslar var. Onlardan biri Kərim Həsənovun ruhunu, Kərim Həsənovun genini, Kərim Həsənovun çox gözəl bir şəcərəsini yaşadan Samir bəy də hal-hazırda bizimlədir və Azərbaycan elmində müstəsna xidmətlər olan və hər zaman, hər mövzuya özünə məxsus qiymət verən, təhlil edən bir ziyalı səsi buradadır. Zahid müəllim Məmmədov, İqtisad elmləri doktoru, professor və bir cəmiyyətin ziyalısı susmamalıdır, bir cəmiyyətin ziyalısı danışmalıdır. Kimi kitabla, kimi sözlə, kimi proqramla və kimi də dinləməklə öz ruhunda. Beləliklə, biz Kərim Həsənovu xatırlayırıq və Samir bəy, belə bir ibrətamiz hekayə var. Bir ata iki oğluna miras qoyur, çağırır. Birinə bir sandıq qızıl verir, digərinə isə bir sandıq kitab verir. Zaman keçir və qızıl verən oğul müflüsə uğrayır və gəlir bir sandıq kitab verilən qardaşın yanına. Və görür ki, qardaşı zəngindir, imkanlıdır və söyləyir ki, atam səni məndən daha çox istəyirdi, deyəsən, sənə bu sərvəti yaradıb. O isə deyir, atam bizə dərs verdi, həyat dərsi verdi. Mən bu kitablardan sərvət qazandım, mənəvi sərvət qazandım və bir ömür boyu özümü yaratdım. Sən isə onları kitaba çevirib, özünü inkişaf etdirmək əvəzinə onları özün üçün xərclədin. Bilirsiniz, kitablar haqqında çox ibrətamiz nəsnələr var, çox əsərlər, çox fikirlər var və bu fikirlərin hər biri məhz gəlir bir cümlənin, gəlir bir fikrin nöqtəsində dayanır. İnsan özünə, insan öz ruhuna, insan öz zehniyyətinə sərmayə qoyduğu halda ayaq üstə dayana bilir. Bax, bunu Kərim Həsənov anlayırdı, tələbələrinə də bunu əxs etdirirdi. Biz onun, bax, bu kitabında görürük, onun haqqında xatirələrdə görürük və burada mənim xüsusi qeydlərim var ki, burada qatladığım bir yerlər var və burada onun həm tərəf müqabilləri, həm onunla işləyənlər, həm onun fəaliyyəti haqqında fikirlər onu göstərir ki, bu insanları yaşatmaq və bu insanların yoxkən varlığını gənclərə göstərmək lazımdır. Samir bəy, siz söhbət əsnasında biz yaşayasınız. Yaşadın. Biz sizlə bu görüş əsnasında söhbətdə sizin belə bir fikriniz qəlbimi titrətdi. Söylədiniz ki, o bir sıra insanlara nəslimizdə ağsaqqal olub, mayak olub və biz bir çoxumuz məhz onun bizə qoyduğu mirasın bəhrəsini görürük. Kitab mirasının və açdığı yolun bəhrəsini görürsünüz. Nə idi onun özəlliyi? Ən çox, bax, onda gördüyünüz xüsusiyyəti, bax, bugün də özünüz üçün Kərim müəllim bunu belə edərdi, Kərim dayım bunu belə edərdi deyə dediyiniz hansı xüsusiyyətləri var? Kərim müəllimin özəlliyi onun həm qayğıkeşliyi idi, həm tələbkarlığı idi, həm də insanlara canı yananlığı idi. Yəni, çox, nəsə bir problem olanda o problemi həll eləyənə qədər üstündə əsirdi elə bil. Elə o problem öz problemi kimi qəbul edirdi. Belə qayğıkeşliyi bu gün də onun yeri görünür. Bax, onun o dövrlərdə müasirləri var, danışırlar. Bax, biz neçə insanları danışdırdıq, onlarla ünsiyyətdə olduq ki, o işləri görmək asan iş deyildi və onun şahidləri, məsələn, böyük ehtimal ki, sizlə söhbət əsnasında onun necə böyük pedaqoq olduğunu, necə gördüyü işlər haqqında xatirələrini bölüşürlər. Bu həm də, bilirsiniz, bir kənd üçün, bir el, oba üçün misaldır. Həmişə misal çəkərək deyirlər ki, bax, bu müəllim belədir. Misal üçün Kərim müəllim. Kərim müəllim deyək ki, 60 il az ömür yaşadı. 60 illik ömrünü özü üçün özünə sərf eləmədi. Bu, həm
qohumlarına, həm tələbələrinə, həm insanlara, bu insanlar üçündür. Yəni bunun həyatı ömrü boyu çalışmaq, kiməsə faydalı olmaq, kiməsə köməklik eləmək, yəni ideyalar uğrunda çalışıb. Universitet kitabxanası mən eşitdiyimə görə zirzəmidə yerləşirdi. Nəm vəziyyətdə, çox bir kitaba uyğun olmayan bir vəziyyətdə saxlanılırdı da şəraiti. O kitabxanaya direktor təyin olunandan sonra yəni kitaba bu qarşı laqeyd münasibət onu çox sarsıdır. Zirzəmidə olan kitabxana olur tez bir zamanda elmi kitabxana statusu qazanır. Həm də Moskvaya yazır, gərgin əməyin nəticəsində asan başa gələn bir iş gərgin deyil. əməyin nəticəsində Universitet kitabxanası zirzəmidən qısa müddət olaraq 4 mərtəbəli bir binaya köçürülür və o elmi kitabxana statusu alır. Nə qədər qiymətli kitablar kitabxanaya təhvil verilir, oxuculara, tələbələrə qovuşur. Kitabın cildlənməsi, poliqrafiya olması, çeşlənməsi bu sistemi yaradır kitabxanada. O dövrdə bildiyiniz kimi yeni kitablar yox idi, nəşriyyat yox idi, Azərbaycan dilində qriflər yox idi. Ona görə bu kitablar çox qiymətli idi, çox vacib idi. Onu böyük zəhmət hesabına böyük elmi kütləvi kitabxana yaradır universitetdə. Yəni universitetdə kitablarla məşğul olduğu zamanda Azərbaycan dilində kitabların, tədris kitablarının çox deyirik kitabxana, statusu elmi kitabxana. O kitabxananın sayı çox olub, amma elmi kitabxananın sayı bir dənə olub. Elmi kitabxanaların elmi kitabxana statusu çox böyük status alıb. Alimlər orada onun alınması Moskva tərəfindən verilirdi. Bəli, o Moskvanın Və yazılmasında. o yazır ki, MQUya gedirdi o vaxtlar, Moskvaya gedirdi. Keçdi universitetlərə, onların təcrübəsini öyrənirdi. Hətta nəşriyyatın açılması üçün, o müasir texnikanın alınması üçün nə qədər onlar məktub yazır, onunla bağlı kimlərlə müraciət etmir. Onun bir dənə ən böyük amalı olur ki, Azərbaycan dilində, Azərbaycan universitetlərinin tərkibində müstəqil bir nəşriyyat olsun və bu nəşriyyat kitabxanaların zənginləşməsi üçün, elmi kitabxanaların zənginləşməsi üçün monoqrafiyalar nəşr edə bilsin, dərsliklər nəşr edə bilsin. Əlbəttə, 1975-ci ildəki o hadisə həmişə onun xatirində qalmışdı. 75-ci ildə tədris vəsaitləri üzrə elm o vaxt Təhsil Nazirliyi tərəfindən komissiyanın sədri təyin edilmişdi və universitetlərdə tədris vəsaitlərinin çatışmamazlığını, özəlliklə Azərbaycan dilində monoqrafiyaların yoxluğu onu ciddi narahat edirdi və bunun həyata keçirilməsi üçün o Moskvaya müraciət edir, Moskvaya gedir. Bəli, Moskvaya yazılır. Kitabxana, kitabda geniş şəkildə var. Yəni elə bil ki, orada bir nüans da var. Deyir, o kitabda yazır xatirələrdə, deyir, özümü, ailəmi və bütün karyeramı təhlükə qarşısına qoyaraq SOVKP-nin təbliğat üzrə şöbə rəisi Yakovlevə məktub yazdım. Heç kimə demədən. Bütün deyir, karyeramı riskə qoyaraq məktub yazdım ki, belə bir nəşriyyatın... Mən hansı məqama diqqət elədim, Samir bəy? Onun o dövrdə bu addımı atması, bugün biz onu asanlıqla deyə bilirik. Özləri Respublika rəhbərliyindən xəbərsiz. Çünki Respublika rəhbərliyinə dəfələrlə müraciət eləyir, nəticə olmayanda Moskvaya yazır. Və ondan sonra burada elə bir bomba partlayışı olur. Mərkəzi Komitə, bütün Təhsil Nazirliyi qatışır bir-birinə ki, bu necə bir şeydir, onu araşdırmalar gedir. O vaxt ki, Təhsil Naziri... Naziri inandıra bilir. Bəli, Təhsil Naziri çağırır yanına çox böyük, hətta işini itirmək bahasına belə bu problemlər olur. Təhsil Naziri yanına çağırır, Qurban müəllim olur deyəsən. Yəni, orada da danışanda baxır ki, Qurban müəllimin məktub haqqında informasiyası yoxdur. Yanlış məlumat verirlər. Yanlış məlumat verirlər bütün şeyə. Ona görə o məktubdan kopya olaraq götürdüm üstümdə, verdim ki, buyurun, tanış olun. O tanış olandan sonra tamam fikir dəyişdi ki, mən nə üçün bu məktubu, həyatımı, karyeramı riskə qoyub bu məktubu niyə yazmışam? Və ondan sonra təqiblərə son qoyulur. Bəli. Bax, elə o hadisələrin şahidi olanlar var və bugün də onu eşidib, bilib yaşadanlar var. Bizim dəyərli ziyalılarımız var. Mən istərdim ki, bax, bu məqamda o ziyalıların fikirlərini eşidək. Əlbəttə. Biz çox araşdırdıq və ümid edirəm ki, bax, bu insanların fikirləri də
belə insanların yaşamasına rəvac verən səbəbdir. İzləyək, baxaq. Buyurun. Profesör Kərim Həsənovu Bakı Dövlət Universitetində işləyərkən tanımışam. Aramızda xeyli yaş fərqi olmasına baxmayaraq çox yaxşı səmimi münasibətlərimiz var idi. O, bildiyiniz kimi Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdi. Məşhur professor, alim Mircəlal Paşayevin sevimli tələbələrindən biri idi. Onun rəhbərliyi ilə dissertasiya müdafiə eləmişdi. Çox ictimaiyyətçi bir adam idi. Mən yaxşı xatırlayıram. 60-cı illərin ortalarında o, biz hələ tələbə idik. Universitet Həmkarlar Təşkilatının sədri kimi çox məsul bir vəzifəni həyata keçirirdi. Sonralar Bakı Dövlət Universitetində kitabxananın formalaşmasında və inkişaf eləməsində, universitetin kitabxanasının elmi kitabxana adını almasında Kərim müəllimin çox böyük xidmətləri olubdur. Həyatının son dövründə Kərim müəllim universitetdə nəşriyyat yaratmaqla məşğul oldu. O dövrdə Sovet vaxtı idi. Hər hansı bir universitetdə nəşriyyat yaratmaq üçün hökmən mərkəzdən, Moskvadan razılıq alınmalı idi. Yaxşı xatırlayıram, Kərim müəllim bir neçə dəfə müxtəlif sənədlər hazırlayaraq universitetin bu işə hazır olduğunu bildirmək məqsədi ilə Moskvaya getmişdi. Orada müvafiq qurumların rəhbərlərindən görüşmüşdü və nəhayət universitetin nəşriyyatına razılıq almışdı. Eyni zamanda universitetdə mətbəə də düzəltmişdi. Mən orada dəfələrlə olmuşam. Hətta onu da yaxşı xatırlayıram ki, universitetdə o mətbəə və nəşriyyat fəaliyyətə başladıqdan sonra yüzlərlə dərslik, dərs vəsaiti, monografiya çap oldu orada və günlərin birində Kərim müəllim mənə dedi ki, hamının kitablarını çap edir və sənin bir şeyin yoxdurmu? Mən də onda ilk kitabımı təqdim elədim. Mənim ilk kitabım məhz həmin illərdə Kərim müəllimin rəhbərlik etdiyi nəşriyyatda çap olundu. Onu həmişə yüksək səviyyəli, səmimi bir insan kimi xatırlayıram. O da yaxşı yadımdadır ki, səhv etmirəmsə Kərim müəllim Bakının 7-ci mikrorayonunda yaşayırdı. Tanınmış professorlar, bizim Eloğlu, Qaraqoyunlu, Qaranamazovla və çox tanınmış alim, professor Firidun Hüseynovla yaxından dostluq edirdilər və onlar danışırdılar ki, biz axşam-axşam Böyük Parkda bir saata qədər piyada gəzirik. Təəssüf ki, Kərim müəllim çox yaşaya bilmədi və yaxşı xatırlayıram, 96-cı ildə mən onda universitetdə çalışırdım. Səhv etmirəmsə, prorektor idim. Bir gün xəbər gəldi ki, bəs Kərim müəllim universitetdə ilə kabinetində dünyasını dəyişibdi. Allah rəhmət eləsin. Belə bir veriliş hazırlamağınızı mən alqışlayıram. Çünki ötən əsrin 60-cı illərini mənim xatirimdə canlanır və biz nəslin bir xüsusiyyəti Kərim müəllimə xüsusilə aid idi, şamildir. Biz o zaman, indi də yaşayırıq, həmişə hər bir addımda özümüzdən başqasını fikirləşirik, cəmiyyəti fikirləşirik, nə isə qrup yaratmaq istəyirik. Yəni, bu baxımdan da bugün bu cür tarixi insanlarımızı yada salmağı mən alqışlayıram. Çox gözəl iş görürsünüz. Kərim Həsənovun bizim universitetimizin tarixində xüsusi xidmətləri var. Biz yaşlılarıq, yaşayırdıq 7-ci mikrorayonda, bizim bir dəstəmiz vardı. Məşhur, mənim çox sevdiyim Molla Nəsrəddinçi Firidun Hüseynov, Qara Namazov, Kərim Həsənov, axşam çıxırdıq 7-ci mikrorayonu gəzməyə. Və çox yaxşı yadımdadır, Firidun Hüseynovun da çox yumurları vardı ki, deyirdi ki, Qara Namazov, özünü yaxşı dəyərlər, o Sedmoyun kişilərindən birini sənin adına qoysunlar, 7-ci mikrorayonun. Kərimin də adına bir kişi qoymuşdu, hərəmizin bir kişimiz vardı. Mən bu xatirələri yada salmaqda xüsusilə ona görə israrlıyam ki,
Bu gün universitetin mükəmməl bir kitabxanası var. O kitabxananın bünövrəsinin qoyulması, onun yaradılması Kərim Həsənovla bağlıdır, onun əməyi ilə bağlıdır. O, informasiyamızın inkişafına, kitabxana işinin inkişafına çox bağlı bir insandır və bu sayədə də universitetin kitabxanasının, müasir kitabxana kimi bünövrəsinin qoyulması Kərim Həsənovun fəaliyyəti ilə bağlıdır. Bunu xüsusi mən qeyd etmək istəyirəm. Və onun digər bir xidməti universitetimizin tarixində o xüsusi xidmətdir. Çünki indiki bu Şərqşünaslıq fakültəsinin kürsülük mərtəbəsində, birinci mərtəbəsində deyək, aşağı mərtəbəsində, yarı zirzəmə mərtəbədə bizim universitetin nəşriyyatının yaradılmasında onun xüsusi xidməti var. İlk kitabların çap olunması, o nəşriyyatın avadanlıqları, gənclərə kömək. Məsələn, bura bizim bir məkanımız idi. Həmişə orada görüşürdük, fikir mübadiləsi aparırdıq. Yəni Kərimi mən bugün Allah ona min rəhmət eləsin. Ona görə xüsusilə yada salıram, sizə təşəkkürümü bildirirəm ki, belə insanlara bugün ehtiyac çox böyükdür. Yəni o zamanın insanları, bu insanlar cəmiyyət üçün yaşayırdılar. Nəsə yaratmaq istəyirdilər, xalq üçün yaşayırdılar. Birinci növbədə özlərini fikirləşmirdilər. Mən çox təəssüf edirəm ki, zaman ilə dəyişib ki, bizim müasir gəncliyin də böyük hissəsi ancaq özü barədə fikirləşir. Axı biz gələcəyi də düşünməliyik, gələcək nəsillər yaşamalıdır, biz onlar üçün neysə qoyub getməliyik. Yəni bu baxımdan Kərim Həsənovdan universitetə bu bizim bu gözəl kitabxananın bünövrəsinin qoyulması yadigar qaldı, onu yaratdı. İlk kitablarımız nəşr olundu və mənim də orada işlərim nəşr olundu. Ondan sonra nəşriyyatımızın yaradılması, kitabxananın yaradılması universitetin tarixində böyük problem universitetin üçün gərəkli onunla bağlıdır. Universitetin kitabxanası, universitetin nəşriyyatı. Amma bir şey də demək istəyirəm ki, o nəşriyyat da bizim eyni zamanda bir azad fikir mübadiləmizin yeriydi. Bax, mən həmən o nəşriyyatda, o zaman Ulu Öndər Naxçıvanda olanda, bizim Yeni Azərbaycan Partiyası yaranında o Səs qəzetinə ilk müsahibəni orada vermişəm. Çox deməli, ağırlı bir dövr idi. Hamımız izlənirdik və hətta mənim o Ulu Öndərlə bağlı çıxışım, Əlincə cəmiyyəti ilə bağlı, Səs qəzetindən bağlı çıxışım, hətta orada bir itkin düşü təzdən bərpa elədik. Yəni biz orada eyni zamanda Azərbaycanın bu siyasi gələcəyini, Ulu Öndərin Azərbaycana rəhbərliyə gəlməsi, bizim problemlərimizin həllinin onunla bağlı olması, həm də orada bizim bir danışıq müzakirə yerimizdir. Allah rəhmət eləsin, o nəsil çox gözəl bir nəsil idi. Mənim yenə də Firidun Hüseynovu yada salıram, yenə də Qara Namazovu yada salıram, Kərim Həsənovu 7-ci mikrorayonda çıxıb gəzməyimizi. Qəbul imtahanlarında Firidun Hüseynov, məsələn, ədəbiyyat üzrə sədr, çox ləyaqətli bir insandır. Allah ona rəhmət eləsin. Bir də görürsən, böyrək xəstəsi idi, uzanırdı. Gözünü açır, deyir də, uşaqları incitməyin ağa, uşaqlara yaxşı qiymət verin, uşaqları kəsməyin. Yəni, belə bir nəsil idi. Hər addımda gələcəyi, başqalarını, milləti, cəmiyyətimizi düşünmək. Bax, belə bir insanlardan biri idi. Allah ona rəhmət eləsin. Sizi isə bu işin təşkilatçılarına xüsusi minnətdarlığımı bildirirəm ki, bizim bu cür insanlarımızı yada salırsınız ki, qoy bugünkü gənclik baxsınlar ki, onlara qalan bu mirası yaradanlar var. Ona görə də mən bu sonda onlardan birini yada salmaq istəyirəm. Bizim ilk tələbəlik dövrümüzdə çox görkəmli insanlar universitetin adı onlarla bağlıydı. Onlardan biri də Vahid Qəhrəmanov. Məsələn, Vahid Qəhrəmanov akademik, hüquqşünas. Məsələn, biz onun başına yığışırdıq. Birdən gördüm, ayrılanda əhvalı yoxdur. Vahid müəllim, sən nə oldu? Əlini vurdu əlinə, bir də belə iş olar. Bugün heç kəsə yaxşılıq eləyə bilmədim. Narahat olub gedirdi evinə ki, bugün bir adama çıraq yandırmayıb, yaxşılıq eləməyib. Bax, ona görə də mən arzu edirəm ki, o insanların kara gəlmək xüsusiyyəti, kara gəlmək, yaxşılıq eləmək, cəmiyyət üçün, xalq üçün işləmək, bacarığı, istedadı, onların o xüsusiyyəti bizim gələcək nəsillərə bir nümunədir. Sizə təşəkkür edirəm, məni bu işə cəlb elədiniz.
Azərbaycan Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Kərim Həsənov, Azərbaycanda ali məktəb işini bütün istiqamətlər üzrə bilən, yüksək təşkilatçılıq qabiliyyətinə malik olan və elmdə də özünə məxsus yolu olan alim təşkilatçı kimi qəbul olunmuşdur. Kərim Həsənovun Bakı Dövlət Universitetindəki fəaliyyəti çox cəhətli idi. O, Həmkarlar Təşkilatının Bakı Dövlət Universitetində nüfuzunu ölkə miqyasına qaldırmağına bu sahədəki böyük bacarıqlarını meydana qoymuşdur. Eyni zamanda Azərbaycan Dövlət Universitetində kitabxananın yenidən qurulması və yüksək standartlar səviyyəsində inkişaf etdirilməsi də Profesör Kərim Həsənovun adı ilə bağlı idi. Kərim Həsənov Akademiyada, universitetdə yeni tipli və inkişaf etmiş kitabxana quruluşunun əsas müəlliflərindən biridir. Kərim Həsənovun Bakı Dövlət Universitetinin nəşriyyatının və mətbuatının yaranmasındakı xidməti isə universitetin inkişafında tamam yeni bir mərhələ açdı. Bakı Dövlət Universiteti kimi ittifaq miqyasında tanınan bir universitetin təsəvvür edin ki, Kərim müəllimin fəaliyyətinə qədər ayrıca nəşriyyatı və mətbuatı yox idi. Kərim Həsənov bunu həm Respublika rəhbərliyi səviyyəsində, həm də keçmiş ittifaq Ali Təhsil Nazirliyi səviyyəsində özünün əlaqələrindən istifadə edərək razılaşdırmışdı və onun iş qurucularından biri oldu. Beləndən Kərim Həsənovu biz daha çox təşkilatçı kimi, qurucu rəhbər kimi tanıyırıq. Onun bu sahədəki xidmətləri hər biri özünə məxsus iz bırakmışdır. Bugün də o izlər inkişaf edir və universitetin inkişafında bu istiqamətlərin hər biri bugün müstəqil bir fəaliyyət yolu kimi davam ettirilir. Kərim Həsənovun mən dünya görüşü haqqında da demək istəyərdim. Kərim Həsənov geniş həyat təcrübəsinə və mükəmməl elmi biliyə malik bir Azərbaycan alimi idi. Doğrudur, Kərim Həsənovun tədqiqatları daha çox ictimai-siyasi mövzularla bağlı idi. Amma o zamanın şərtlərinə görə, lap bugün də ictimai-siyasi mövzularda dissertasiya yazmaq üçün yüksək təkcə elmi peşəkarlıq yox, həm də yüksək hazırlıq tələb olunurdu. Kərim müəllim yüksək elmi dünya görüşü, peşəkarlığı və o ictimai-siyasi cəhətdən aydın mövqeyi və hazırlığı özündə birləşdirən bir şəxsiyyət kimi də onu tanıyanların yadında qalır. Kərim müəllimdən istənilən ictimai-siyasi mövzuda söhbət aparmaq, fikir mübadiləsi eləmək, aydın cavab almaq mümkün idi. Bəzən alimlərimizin həyatında belə müşahidə olunur ki, zəngin və geniş elmi dünya görüşü olan və yaxud da yüksək elmi qabiliyyəti olan adamların həyat təcrübəsi ilə qabiliyyəti arasında bir ayrılıq olur, bir təzad olur bəzən. Mən deyim ki, Kərim müəllimin həyat təcrübəsi özü ayrıca məktəbi idi. O, özündən həmişə onun dostları içərisində ölkəmizin tanınmış simaları, həm ictimai-siyasi cəhətdən ölkəmizdə ön mövqedə gedən insanlar, həm də eyni zamanda universitet həyatındakı universitetin rəhbərliyi, ali təhsil sistemindəki olan rəhbər şəxslər, həmkarlar hərəkatının tanınmış simaları Kərim müəllimin öz ətrafında cəmləşdirdiyi görkəmli simalar idi. Məncə Kərim müəllimin tanıyan insanlar onu həyat təcrübəsinin zənginliyi, dünya görüşünün genişliyi və şəxsiyyət olaraq sabit mövqeyi ilə tanıyırlar. Kərim müəllimin sabit, aydın mövqeyi onun şəxsiyyətinin bütövlüyünü, onun simasını müəyyən edən əsas keyfiyyətlərdən biri idi. Mən bir cəhəti də qeyd etməyə özümü boş verirəm. Mən onu yaxından tanıyan, ondan çox ünsiyyətli olan kimi deyə bilərəm ki, Kərim müəllim etibarı ilə yanaşı səmimiyyəti ilə də yadda qalırdı. Kərim müəllimin danışığı ilə, sözü ilə iş arasında, əməl arasında böyük sarsılmaz vəhdət var idi. Onun sözü əməli, əməli isə sözünü tam təsdiq edirdi.
Kerim müəllimdə eyni zamanda bir ağsaqqallıq var idi. Kerim müəllim cavan ağsaqqallardan biriydi. O təkcə bir nəslin cavan ağsaqqalı değildi. Bir elin cavan ağsaqqalı idi. Həm də Bakı Üniversitesində də Kerim müəllim bir ağsaqqal, müdrik şəxsiyyət kimi qəbul olunurdu. Bugün də Kerim müəllimi xatırlayarkən onun böyük yerini gördüğünü qeyd etmək istəyirəm. Onun qədər dərindən, həssas, bütün yönləriyle axıra qədər bölüşdüyüm insan bəlkə də az olmuştur. Kerim müəllim bütün səviyyələrdə, bütün mövzularda və bütün duyğularıyla, qəlbiyle bir yerdə aparılan müzakirələrin, meydana qoyulan görüşmə üçün fikirlərin hamısında səmimiyyəti, uzaqgörənliyi, müdrikliyi ilə yadında qalıb. Mən hesab edirəm Kerim müəllimi tanıyanların qəlbində o əbədi yaşayır. Bakı Üniversitesi'nin inkişafında onun böyük xidmətləri vardır. Çox arzu edirdim ki, Bakı Üniversitesi'nin daxili imkanlar hesabına Kerim müəllimi adı üniversitenin içərisində, daxilində əbədləşdirmək üçün adımlar atılsın. O, unudulmağa layık insan değildir. Yeri, mövqeyi, ənənəsi, adı yaşayır və devam edir. Biz hər birimiz sevdiklərimizi, əzizlərimizi əlbəttə ki, çay süfrəsinə dəvət edirik. Çünki çay bizim sevdiyimiz ən gözəl ağız dadımızdır. Və keyfiyyətli çay bizim üçün çox önəmlidir. Biz keyfiyyətli çay deyəndə Hacı Seylon çaylarını seçirik və alırıq. Sizə də tövsiyə edirik. Çünki Hacı Seylon çayları Şri-Lanka torpaqlarında yetişdirilən kolların pöhrələrindən hazırlanır və Şri-Lanka hökuməti keyfiyyətinə əmin olmadığı heç bir məhsula bu keyfiyyət nişanının vurulmasına icazə vermir ki, Hacı Seylon çaylarında var. Və siz Hacı Seylon çaylarını hardan alacaqsınız deyə sual etsəniz, heç düşünmədən deyərik. Bu, şəhərimizdə fəaliyyət göstərən Taygastor supermarketlər şəbəkəsindədir. Siz ora gedirsiniz, piş taxtalara baxırsınız, müxtəlif növ çay nümunələrini seçirsiniz. İri yarpaqlı, xırda yarpaqlı, ətirli, ətirsiz, paket çayları, yaşıl çay, bütün bunların hər birini zövqünüzə uyğun alırsınız, dəmləyirsiniz və sevdiklərinizi süfrə ətrafına toplayırsınız. Daha ətraflı məlumat əldə etmək istəsəniz, bu QR koda daxil ola bilərsiniz. Bizim seçimimiz Hacı Seylon çaylarıdır. Çünki imtina edilməyəcək təklifdir. Verilişin baş sponsoru Hacı Seylon çayları. Reklamlarımız bitdi, əziz tamaşaçılarımız. Yenicə qoşulan bütün tamaşaçılarımızı salamlayıram. Bəli, gözəl bir musiqinin ahəngindəyik. Türkan xanım Abbasovanın ifasında sizinlə bərabərik. Türkan xanım, o da pedaqoqdur, onun da şagirdləri, onun da tələbələri var. Və bugün Türkan xanımı dəvət etdik və onun bu gözəl musiqi ahəngi altında, Xəzərin sahilində, Bakımızın ən gözəl yeri olan Dilbər Güşəsində sizinlə görüşürük. Çox dəyərli insanlar bizimlədir və o qədər gözəl bir ruhu biz bugün xatırlayırıq ki, o ruhu titrədirik biz bugün. Çünki o insan öz həyatını, ömrünü, gününü məhz millətin yaşaması üçün, millətin milli zehniyyətinin sağlamlığı üçün həsr edib və o insan bugün aramızda yoxdur, amma onun ruhu, onun adı bizimlədir və onları yaşatmaq bizim bir vicdan borcumuzdur. Bugün studiyamızın, bu məkanımızın qonağı... Aramızda olmasına baxmayaraq xatirələri yaşayır. Ən yaxşı da o özündən sonra həm kitabı, xatirə kitablarında onun haqqında geniş yazı var, həm də gözəl özündən sonra canlı bir mirası var bizimlə. Mirası var. Samir müəllim onun xatirəsini yaşatmaq üçün çox böyük işlər görür, davam edir. Onunla bağlı indi kitab hazırlanır xüsusi olaraq. Yəni onun elədiklərinin qarşılığında əlbəttə biz çox iş görməliyik və görməkdəyik, davam etməkdəyik. Sahid, bu kitabı mən vərəqləyəndə bir neçə məqamlar var. 95-ci ildə yazılıb. Bəli, əziz tamaşaçılarımız, bu həcmcə kiçik görünsə də mahiyyət etibarilə o qədər dəyərli bir kitabdır. İnanın, bu 95-ci ildə yazılmış Kiril əlifbası ilə olan bu kitabda hələ o dövrlər, bu faktların hər biri o dövrlər çox böyük cəsarət tələb edirdi. Məsələn, Samir bəy, burada qeyd olunur ki, Zahid müəllim, Cənubi Azərbaycan mövzusunu adam önə çəkir. Kəlağayçı Hüseyin Gəncəlini İrandan özünlə gətirmiş belə bir adam. Təsəvvür eləyin ki,
Tehranda olan bir insan olur və bugün biz, əziz tamaşaçılarımız, Kəlağayı festivalı keçirdirik. Bugün biz milli dəyərlərimizi yaşadırıq. Bugün biz Kəlağayını fəxarətlə önə çəkirik. Amma o dövrlər belə deyildi. Sovet şinelindən çıxan insan İran adı çəkə bilməzdi. Daha doğrusu Cənubi Azərbaycan adı çəkə bilməzdi və Kəlağayı kimi milli dəyərlərimizi önə çəkə bilməzdi. Və bunun üçün Kərim müəllim orada olan insanların birində bir işıq görsə, onu mütləq önə çəkirdi. Və belə bir cümləsi var idi. Azərbaycan neçə yerə bölünməlidir? Cənubi Azərbaycan var, Şimali Azərbaycan var, Naxçıvan Muxtar Respublikası var, Dağlıq Qarabağ adı var. Yəni bu adlar bir Azərbaycanı nə qədər ada bölmək olar? Yəni bu onu ürək yanğısı ilə deyirdi və onun bax o dövrlər bu sözləri deməsi, o dövrlər belə bir çıxışla çıxış etməsi asan deyildi. Bugün biz onu böyük bir cəsarətlə deyə bilirik. Və Zahid müəllim, bu da bir şəxsiyyət göstərisi, bu da bir vətənpərvərlik missiyasıdır ki, biz deyirik vətənimizi sevirik. Vətənimizi nə ilə sevə bilərik? İşimizlə, işimiz nə olmalıdır? Milli dəyərlərimizi qorumaq olmalıdır. Və onun çox maraqlı bir məqamı da var idi, diqqətimi çəkdi onun xatirələrinin arasında. O bizim dəyərli Mircəlal Paşayevin aspirantı olub və onun yanında püxtələşib və hər zaman Mircəlal Paşayevin adı gələndə o böyük fəxarətlə onun haqqında xatirələrini də burada qeyd edir və bilirsiniz, Hələ çox hissəsi yazmayıb. Çox hissəsi Samir yazılmayıb. müəllimə o uşaq Orada belə bir danışardı. məqam var ki, mən onun orada xarakterini hiss etdim Samir bəy. Bir insan müdafiələrdə daha çox danışırmış, daha çox danışanıymış və o da çox insanları yorurmuş. Günlərin bir günü bir müdafiə prosesində o adam danışmır, susur. Və missiya bitəndən sonra, müdafiə bitəndən sonra yaxınlaşır ondan, təbrik edir ki, Alimi təbrik edir. Alim Paşa deyir, mən niyə təbrik edirsin, mən ki müdafiə etmirəm. O deyir ki, sən İlk sustuğun üçün dəfədir səni sən təbrik müdafiədə danışmadın. Danışmadıq. Boşboğazlıq etmədin. Bilirsiniz bu nəyin göstəricisidir? İnsan bir insana çatmayan xüsusiyyətini də elə ehmalca deməlidir ki, onun şəxsiyyətinə toxunmasın. Həm də orada yaxşı bir Mircəlal müəllimlə bağlı bir epizod da var. Deyir, birini işə qoyanda, bir vəzifəyə qoyanda Mircəlal müəllim gələrdi, deyir, oturardı kafedrada, deyir, belə birdən Hər şey yazırlar, təltifi, kimliyi, fəaliyyəti, amma deyir, birdən çöhrəsi deyir, yaxşı insan olanda çöhrəsi gülərdi, pis insan olanda biraz qəmgin olardı, deyirdi ki, ay Kərim, bəs burada bunun təltifi var, oxuduğu var, nə bilim, iş stajı var, hər şey ətrafı var və burada bu anketdə niyə yazmırlar ki, bunun ağlı başındadır ya yox? o da yeni bir yanaşma da. O da yeni bir yanaşma. Bilirsiniz, dediyim kimi insanlara öz xüsusiyyətlərini demək tərzi. Biz azmı görürük Zahid müəllim? O qədər insanlar görürük, elmi var, qalaq-qalaq əsərləri var, statusu var. Siz o kitaba diqqət eləsəz, Kərim mənim daha çox o kitabda özündən deyil, özün fəaliyyəti. Başqalarından danışır. Burada çox dəyərli imzalar var. Və özünün inkişafında hamının xidmətini, kimyacı, fizikacı, tamamilə bu özə çox qəribədir ki, Kərim mənim sadəcə ədəbiyyat şünaslarla deyil. Onun dostları matematiklər, iqtisadçılar, fizik, hər tərəfdən dostları olub. Çünki niyə? Çünki o işlədiyi müddətdə elmi kitabxanada elmi fəaliyyətin, tədqiqatların inkişafına dəstək üçün o qurduğu kitabxana onların bütün fəaliyyətinə dəstək olub. Orada elə nadir kitablar olub ki, onun məhz onun gətirilməsini hamısını təmin edə bilərdi məhz Kərim müəllim. Həm də filolog kimi. Sonra o kitablar nəşridir. Bir də əsas, siz çox düzgün dediniz ki, onun yəni dostluq elədiyi tək filologlar olmuyor. Niyə olub? Çünki nəşriyyat yaratdıqdan sonra bizdə nəşriyyat sistemi çox zəif olub həmən vaxtda. Bütün gənc ziyalılar, gənc alimlərin, tədqiqatçıların bütün əsərlərini hamısını çap elətdirir. Fiziki olsun, riyaziyyatçısı olsun, kimyası olsun, biologiya, bütün sferada olan alimlərimizin qalaq-qalaq qalmış əl yazmalarını hamısını kitab halına salıb çap elətdirib xalqımıza, gənclərimizə çap elətdirib. İrana gedəndə orada ən çox onu narahat edən olur ki, Azərbaycan dilində kitab axtarır.
Azərbaycan dilində. Onu rahatsız edir ki, niyə İran kitabxanalarında Azərbaycan dilində kitablar sayı çox azdır. Həm Bu də hər şey ora onu gedib- düşündürür. Ora gedib Cəlil Məmmədquluzadənin nəvəsini tapmaq, Fikir verirəm. Cavanşiri orada verirəm. tapmaq və onu da Yox, gedib başqa- Cavad heyəti Bu adam vasitəsilə dayanmır, bəli, tapmaq, bəli. Cavad heyətə ulaşmaq, onunla görüşüb, ondan məhz Cəlil Məmmədquluzadənin nəvəsi burdadır, İran Cavanşir. Onu götürüb onun Onun haqqında fikirləri məqalə hətta çap diqqət etdirmək. cəlb edib. Onun yayınlanması Cahit bəy deyib ki, Varlıq dərgisində yayınlayacaq. Bəli, bəli. Yəni ki, bilirsiniz, yenə deyirəm. Dayanmırdı, biz bunu o dayanmırdı. bugün deyirik, amma o dövrlər o Həm böyük də bir cəsarət idi. Kərim müəllim çox cəsarətli insan olub. Ha, qısa bir müddətdə 1900 haralara gedir? İranda yer qalmır getməsin. 1988-ci ildə bu bizim mənfur qonşularımızın Qarabağı hərəkatı başlayandan sonra onlar Qarabağ haqqında bir kitab çıxardılar. Ona əks olaraq Azərbaycan Universitet ziyalıları, Firidun Səməndarov, Murtuz Ələsgərov və bir çox ziyalılar Kərim Həsənov da başda olmaqla bir ona qarşı bir məqalə hazırlayırlar və onu kitab halında Azərbaycan Universitet nəşriyyatında Kərim müəllim çap elətdirir. Sonra Və ikinci dəfə, ikinci dəfə nəşr o oldu. çapdan Bəli. sonra böyük bir elə bil ki, bir Sovet rejiminə qarşı bir durmaq deməkdir. Bəli. Ona qarşı Kərim müəllimə qarşı böyük təqiblər olur. Onu universitetdən xaric eləmək, nəşriyyatdan bəli, çıxartmaq üçün bəli, böyük bəli. bir problemlər yaşayır və amma o Bəlkə də- onların qarşısında mərdliklə, cəsarətlə durur, duruş gətirir və öz xalqının milli azadlığı uğrunda gedən proseslərin Amma mən sizə deyim önündə ki, iştirak edir. O sizə bildirmirdi bəlkə gənc yaşlar. Gör nə qədər o təqiblərə məruz qalıb, nə qədər onu hər yerdə, hər zaman onu apardığı o mübariz milli mənəvi dəyərlərin qorunması üçün apardığı mübarizənin nəticəsi Çox olaraq. üzr istəyirəm. 92-ci ildə mən universitetə sənədlərimi verirəm hüquq fakültəsinə. İndi söhbət edirik, deyir, birdən deyir, Bəli. imtahan vaxtı müəllimlər bilər ki, sən mənim qohumumsan. Qəti bilməsinlər. O dəqiqə səni xaric, yəni müsbət qiymət yazmazlar. Çünki o vaxt o yəni mövcud rəhbərliklə böyük problemlər yaşayırdı. Nəyə görə? Yəni bu belə kitabların çap olunmasına, Milli mənəvi milli dəyərlərin mənəvi dəyərlərin bəli. qorunmasına görə böyük təqiblərə məruz qalmışdı. Onun da şahidi yəni birincisi Bayaq ziyalılar onu dedi, elə çıxışda ziyalılar onu qeyd elədilər. Bəli. ki, yəni demək ki, sən mənim qohumumsan, yoxsa səni 2 yazarlar avtomatik. Amma şükür ki, sən öz əməyinlə isbat elədiyin ki, maşallah. Yəni Ot kökü üstündə Bəli. bitir Zahid müəllim. Biz genetik kod deyilən bir məfhumun hər zaman təsdiqini görürük. Bugün onun ruhu şaddır. Samir bəy, bugün onun ruhu şaddır ona görə ki, bugün onun ruhunu yaşadan var. Adını hörmətlə anan var. Deyirlər insan nə zaman unudulur? İnsanı xatırlayan adam öləndən sonra, son adam öləndən sonra insan unudulur. Və sizin bu təklifiniz, sizin bu bizə şərəf verdi sözünüz və biz də bundan sonra o insanların ruhunu yaşatmağı özümüzə bir missiya bilək. Bunlar yaşasınlar, bu insanların xidmətləri Azərbaycan tarixində istər mədəniyyətimiz, istər idman sahəmiz, istər iqtisadiyyatımız və istərsə də bir sıra sahələrimiz var ki, o sahələr kölgədə qalmamalıdır. Kitabxana və kitabxanaçılıq sahəsi də o cümlədən. Çünki bütün yazdıqlarımızın, bütün bildiklərimizin hər biri məhz kitabda qorunur, saxlanır. Və artıq təəssüf edirəm ki, bizə zaman, ayrılan zaman bitir və onun dostları onun haqqında çox gözəl fikirlər söyləyir. Canlı şahidlər də danışdı və kitabda da onun haqqında fikirlər söyləyənlər var və Həmid İmanovun fikri diqqətimi çəkdi. Deyir ki, 60 yaşında artıq Kərim Həsənov elə bir həyat yaşadı ki, o bundan sonra 100 ildə yaşayanları ötdü keçdi. Və biz ona 100-200 illiklər qeyd etməyə arzu edirik. Çünki ruh da yaşayır. İnsanın bədəni bir müddət cismən yaşaya bilir, maddi varlıqdır. Amma ruh hər zaman yaşayır, yaşadır və bu ruhu anmaq, bu ruhun qarşısında təzim etmək və bu ruhları gələcək nəslə tanıdaraq ötürmək də sizin sayənizdə müqəddəs missiyalardan biridir.
Sizə sonsuz təşəkkür edirəm. Və bir uşaq kitab oxuyanda, uşaqlar olan bir otaqda kitab oxuyanda işıqlar sönür, hər kəs dağılır, amma bir uşaq tərpənmir yerindən. Soruşurlar ki, sən niyə getmədin? Deyir, çünki əsl işıq bunun içindədir. Mahiyyət bunun içindədir. Bilirsiniz, biz kitaba adətən bugün nə təəssüf ki, dəbdən düşmüş bir məhfum kimi baxırıq. Amma daha bir ibrətamiz hekayə var ki, bir uşaq bir kitab alır, üzü cırıq olur. Dostlar ona gülürlər. Deyirlər ki, üzü cırıq kitabı neyinirsən, nəyinə lazımdır? Zaman keçir və bu kitabı, cırıq kitabı alan insan çox zəngin biri olur. Və o dostlar onun yanına gəlir və onda xatırladır, deyir, mən onun içindəki xəzinə ilə bugün zənginləşdim. Bizim ruhumuz, bizim mənəviyyatımız, bizim düşüncələrimiz nə qədər olğun olduqca biz o qədər ayaq üstünə mətin dayana bilərik. Nələr görmədik Samir bəy, müharibələr gördük, xəstəliklər gördük, itkinlər gördük, neçə sərvətlərin yerlə yeksan olduğunu gördük. Amma bir insanın öz içində özünə yaşatdığı dəyərli meyar, hara gedirsən get səninlədir. Öləndən sonra da ruhun yaşayır. Elədir ki, var. Çox sağ olun. Belə veriliş təşkil elədiyinizə görə ailəmiz adından sizə dərin təşəkkürümüzü bildiririk. Bir də onu deyim ki, ağır zamanlar güclü insanlar yetişdirir. Allah rəhmət eləsin. Allah sizə can sağlığı versin. Mən Zahid düşünürəm, müəllim sizə Allah uzun ömür versin. Kərim müəllimlə bağlı nəzər alsaq ki, Kərim müəllim eyni zamanda Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi olub. Həm kitabxananın, həm nəşriyyatın inkişafında böyük xidmətləri var. Onun xatirəsini əbədiləşdirmək məqsədilə ümid edirəm ki, kitabxanaların birində, nəşriyyatlara, universitetlərdə, auditoriyalarda onun adının əbədiləşdirməsi ilə bağlı xatirə lövhəsi asılar, onun adına kitabxanalar təsis edilər və bu proseslər davam edəcək. Samir müəllimlə biz onun haqqında yeni bir kitab nəşrinə başlayırıq və buradan Kərim müəllimə ziyalılara xüsusi təşəkkür edirəm. Kərim müəllim haqqında söylədiyi xoş ifadələr üçün. Onu tanıyanlar, onunla bərabər fəaliyyət göstərənlər bizə onun haqqında məlumatları göndərsinlər. Çünki biz o kitabda istifadə edəcəyik. Tamam. Təşəkkür edirik. Oldu, təşəkkür edirəm mən sizə və Samir bəy, Zahid müəllim, sağ olun. Teşekkürler. Təşəkkür edirəm, çox sağ olun və veriliş boyu içdiyiniz və dodağınız quruyanda, boğazınız quruyanda içdiyiniz çay Hacı Seylon çaylardır və biz bax bu məqamda sizə bu çaylardan ərmağan edirik. Buyurun. Burada Çox sağ olun. İstər yaşıl çay, istər qara çay, istər ətirli, istər ətirsiz, istər paket çay, bütün növlər burada var. Və Azərbaycan üçün, Azərbaycan milli nemətləri bizim sevdiyimiz çaydır əlbəttə ki. Odur ki, bax bu saatlar, bu dəqiqələrdə sizinlə bərabər yaşadıq. Belə əziz tamaşaçılarımız, əziz bizi izləyənlər, əziz bizi gözləyənlər. Kitabdan danışdıq, kitabxanadan danışdıq, elmdən danışdıq və bu nəsnələri yaşadan, ömrünü, gününü məhz buna həsr edən bir dəyərli alimdən danışdıq. Kərim Həsənovdan danışdıq. Filologiya elmləri doktoru, Professor Kərim Həsənov Azərbaycan nəşriyyatında, Azərbaycan kitabxanaçılığında novator olaraq ilklərə imza atan bir alimi xatırladıq. Hər birinizə xoş anlar diləyi ilə sağollaşırıq və bugün bizi musiqi ahəngi ilə müşayiət edən xanım isə bizim dəyərli Türkan xanım Abbasova oldu. Hər birinizə bol sevgilər ümidi ilə Allah amanında. Verilişin baş sponsoru Hacı Seylon çayları.